Format əmrlər qrupunun sonuncu bölməsi protection bölməsidir. Protection bölməsi bizə o zaman lazım olur ki, biz istəyirik ki, səhifəyə hər hansı bir kənar müdaxilələr olmasın. Misal üçün deyək ki, xana daxilinə məlumatlar əlavə olunmasın və yaxud da mövcud olan məlumatlar xanadan silinməsin və s. bu tipli məsələlərin qarşısını almaq üçün protect sheet edirik. Lock cell bir növ xananı kilitləmək deməkdir. Biz istəyirik ki, xanaya heç bir müdaxilə olmasın. Bu zaman lock cell seçirik. Lakin bu ancaq protect sheet olunduqda funksional olur. Format cell ilə bağlı onu deyə bilərəm ki, biz öncəki dərslərimizdə Home tabının bir neçə qrupların aşağı hissəsində yerləşən bu ox vasitəsilə onlara aid olan əlavə seçimlərlə format cell pəncərəsini aça bilirik. Format əmrlər qrupunun protection bölməsində isə biz format cellə toxunduğumuz zaman onun protection hissəsi açılmalıdır. Burada locked və hidden görürsünüz. Locked dediyimiz kimi xananı kilitləmək üçün istifadə olunur və biz istənilən Excel faylını açdığımız zaman onun bütün xanaları locked olaraq seçilmiş olur. Səbəb də odur ki, Excel səhifəsini protect etdiyimiz zaman onun bütün kanallarından müdaxilələr olmasın. Aşağı hissəsində yerləşən hidden bölməsi onun üçün istifadə olunur ki, biz istənilən protect etdiyimiz səhifədə istənilən xanalarda olan məlumatları görə bilirik. Məlumatlarla da yanaşı həmin məlumatı bizə hansı forma nəticəsində veribsə, biz o formaları forma vasitəsində görürük. Lakin biz burada hidden'ı seçdiyimiz zaman həmin səhifədə protect olunmuş səhifədə forma balda heç bir formanı görmüş olmayacaq. Misal üçün gəlin biz bir cədvəlimizi tam olaraq seçək və deyək ki, həm locked edəyin, həm də hidden etmiş olalım. Gördüyünüz kimi biz protect sheet olmadığı halda burada forma balda formalarımızı görə bilirik. İndi isə gəlib cədvəlimizi bu hissədən protect sheet edirik. OK, seçdik. İndi isə xananın üzərinə gəldiyimiz halda məlumatı görə bilirik. Lakin formula balış hissəsində biz heç bir formula görə bilmirik. Və yaxud da gördüyünüz kimi biz heç bir xanaya müdaxilə edə bilmirik və yaxud da hansısa bir dəyişiklik edə bilmirik.